Xeyir olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Uşaqlar, demək qızıl biz 4813-ləri nəzərdə tutmuşduq ilkin qalxış üçün və yadınızdadırsa biz keçən roliklərdə də demişdik 4813, 4929, 5062 və 5193. Yəni 500 dollara bir qalxışın nəzərə çatdırmışdıq. Qiymət demək olar ki, artıq deməli birinci hədəfin yarısından çoxunu gedib, yəni 250 dollarlıq qalxışın demək yarısını artıq gedib. Çox üzrəm bu və 500 dollarlıq qalxış biz bura qədər nəzərə çatdırmışdıq. Demək olar ki, qiymət artıq yuxarı doğru istiqamətdən davam etdirir. Yəni 500 dollar burada. Bu artıq 190 dollara qədər, yəni qalxıb, yəni 250 dollara qalxmaq üçün qiymət 4935-38 olmalıdır. Hədəfimiz istiqamət, yəni yuxarıdır və dünən də bizdə tək bir satış əməliyyatları ilə biz nəticələndirdik, alış əməliyyatlarına girmədik və nə üçün girmədik? Çünki ondan əvvəlki günə biz demişdik ki, qiymətin 4717-yə qədər qalxmasını demişdik və o alışlar icra olundu, ondan sonra satışlar da icra olundu. İndi hal-hazırdakı vəziyyətdə qalxır, yəni korreksiya biz korreksiyadan ardı gözləyə bilərik. Korreksiyanı biz gözləyərik günün ikinci yarısından sonra. Yəni saat 11-dən sonra korreksiya üçün baxmağa dəyər. Belə bir trend xətti çəkək uşaqlar. Bu cür. Artıq səhər saatlarında yəni kifayət qədər qalxıb yuxarı. Nə qədər qalxıb ölçək, bu artıq yəni 100 demək olar ki 110 dollardan çox qalxıb yuxarı. 110 dollardan çox qalxıb yuxarı. Demək olar ki belə deyək də. Bundan sonraki hədəflər 4935-lərdir, 34-35-lər, hətta 38-lər də ola bilər. Bunu biz bu cür təyin edək və hal-hazırdakı bunu da deməli bu qalxışı, buradan bura olan qalxışı, yəni 2 yerə bölək, 120, yəni 60 gələndə bu da deməli 4875 edir. 4875-dən 76-dan buradan yəni 77 deyək. Yəni buradan dönmə ehtimalı böyükdür. Yəni baxaq görək buradan formalaşmasa qiymət əks istiqamətdə gəlməyə başlayacaq. O da nə qədər enəcək? Yəni ən azından bir 30-40 dolları bir eniş olacaq. Belə uşaqlar, yəni kimin bayları vardırsa uzun müddətli, yəni onlarda vəziyyət hələ yaxşıdır. Kimin seli varsa qalxıb, bu qədər qalxıb, yəni bu nə qədər qalxacaq ki, enəcək deyib sel verənlər üçün biraz faciəvi ola bilər. Funtun dollar rəqabəti M30-da diqqətlə baxın, 3 bucaqdır və alışlar 1.34, 600-lər, satışlar isə 1.34, 200-lərdir. Evro dollar rəqabətdən gəldə isə, yəni alışlar 1.17, 410-lar, satışlar isə 1.17, 17-lərdir. Qızılda, gümüşdəki, yəni bu istiqamətdə, yəni biraz qızıla baxanda çox da qalxmayıb, amma o da qalxacaq yuxarı. Yəni belə bir trayektoriyadan biz çəkək sizin üçün. Yəni 93-dən sonra satışlar da, alışlar konkret olaraq 95-lərdən yox. Nə üçün 95-lərdən yox? Çünki gedib trendə dəyib qayıda bilər. Ona görə 95-600-lərdən olsa daha yaxşı olar. Nasdaq isə bir Dow Jones isə hələ ki qepi bağlamayıb. Həftə sonuna qədər vaxt var. Baxaq. İndi çalışaram bugün də siqnalları paylaşım. Yəni çox güman ki satış əməliyyatları olacaq siqnallar. Nə üçün? Çünki 110 dollar demək olar ki 110 dollardan çox qalxıb deyənə, yəni alış əməliyyatları üçün biraz təhlükəli ola bilər.